Novruzu həmyaşıdlarından fərqləndirən hansı cəhət idi? İlk növbədə dadlı, duzlu yumoru vardı. Ona görə də ifa elədiyi 100-dən çox rollarının sırasında biz komediya obrazlarının çoxluq təşkil elədiyini açıq-aydın görürük. Novruz səhnə plastikasına malik aktyordur. Özü də bu plastikadan biraz xəsisliklə istifadə edir, səxavətlə istifadə eləmir. Yəni, hər obrazda çox cüzi bir elementlə bu plastikasının çoxrəngli, çoxqatlı olduğunu sübuta yetirə bilir. Eyni zamanda bunun üstünlüyü orasındadır ki, obrazın mütləq və mütləq məzmun, forma vəhdətini tapmağa çalışır. Mənim bir sözümü bu evdə 2 eləyən olsa, mən bu evi 6 üst eləyərəm. Qoy bir mən şahım. Onda gəl bir iş barəsində danışaq. O nə işdir elə? O iş ki, məni xoşbəxt eləyəcəksiniz ya yox. Bu işin bizim hamımıza aidiyyatı var. Ağa mənim xahişimi yerinə yetirsə, ağa... Yetirəcəm, yetirəcəm. Əvvəlcə sən mənim arzumu yerinə yetir, sonra mən sənin arzumu yerinə yetir. Ay ağa, daha dözə bilmirəm. Ağa... Sən elə bilirsən ki, mən dözə bilirəm. Sənin bir kəlmə sözün kifayətdir ki, mən xoşbəxt olum. Alkul! Ay! Adam belə söhbətləri ayaq vaxt eləməz Alkul. Qaçdı ki. Ya. Dedim ki ya. 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 Bilirəm, əl çəkən görürsən.